Salam. Bugün biz sizinlə birlikdə önəmli bir mənbəyə başvururuq. Azərbaycan Konstitusiyasının Naxçıvan Muxtar Respublikası, bir də bələdiyyələrə aid hissələrinə. Bəli. Məqsədimiz odur ki, bu idarəetmə qurumlarının, yəni Konstitusiyada necə təsbit olunduğunu anlayaq, əsas məqamları aydınlaşdıraq, gəlin elə Naxçıvanın statusundan başlayaq. Başlayaq. Baxın, ilk diqqət çəkən məqam Naxçıvanın muxtar dövlət kimi təqdim olunmasıdır. Amma eyni zamanda Konstitusiya dərhal vurğulayır ki, Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Yəni bir tərəfdən muxtariyyət var, digər tərəfdən. Bəli, bu çox maraqlı bir tarazlıqdır. Muxtariyyət var, amma necə deyim, mütləq deyil. Çünki Azərbaycan qanunları, prezident fərmanları, Nazirlər Kabinetinin qərarları hamısı Naxçıvanda da məcburidir. Deməli, Naxçıvanın özünün konstitusiyası, öz qanunları olsa belə, onlar heç vaxt Respublika Konstitusiyasına və qanunlarına zidd ola bilməz. Dəqiq elədir. Hətta baxın, Naxçıvan Konstitusiyasının qəbulu prosesi özü də bu bağlılığı göstərir. Deyilir ki, prezident təqdim edir Milli Məclisə və Konstitusiya qanunu ilə təsdiqlənir. Tamamilə doğrudur. Bu, elə muxtariyyətin çərçivəsini çox aydın şəkildə cızır. Və bu çərçivənin daxilində də klassik hakimiyyət bölgüsü prinsipi tətbiq edilir. Yəni, qanunverici, icraçı, məhkəmə hakimiyyəti. Bəli, qanunları Ali Məclis qəbul edir, icraatla Nazirlər Kabineti məşğul olur, məhkəmə funksiyasını da Naxçıvanın öz məhkəmələri həyata keçirir. Və Konstitusiyaya görə onlar öz səlahiyyətləri daxilində müstəqildilər. Ali Məclis dediniz. Yəni, Naxçıvanın parlamenti. Bildiyimə görə 45 üzvdən ibarətdir, eləmi? Və 5 il müddətinə seçilir. Bəli, 45 üzv, 5 il. Muxtar Respublikanın ali vəzifəli şəxsi də məhz Ali Məclisin sədridir. Bu da maraqlıdır. Bəs bu Ali Məclisin əsas işi nədir? Yəni, hansı səlahiyyətləri var? Baxın, qanunvericilik funksiyası təbii ki əsasdır. Ali Məclis, məsələn, yerli seçkilər, vergilər, iqtisadiyyatın inkişafı, sosial məsələlər, ətraf mühit, turizm, səhiyyə, elm, mədəniyyət kimi sahələrdə ümumi qaydalar qoyur, qanunlar qəbul edir. Yetərincə geniş sahələrdir. Amma təkcə bu deyil. İcra hakimiyyətinə nəzarət funksiyaları da var. Məsələn, Naxçıvanın büdcəsini, sosial-iqtisadi proqramlarını təsdiqləyir, baş naziri təyin edir, düzdür, prezidentin təqdimatı ilə. Sonra Nazirlər Kabinetinin tərkibini təsdiq edir, hökumətə etimad məsələsinə baxa bilir. Deməli, təkcə qanun yazmır, həm də icra orqanının formalaşmasında, fəaliyyətində rol oynayır. Aydındır. Yəni, həm qanunverici, həm də bir növ nəzarət edici funksiya daşıyır. Bəs Nazirlər Kabineti özü, yəni icra orqanı olaraq necə işləyir? Baş nazir təyin olunandan sonra o, kabinetin tərkibi üçün təkliflərini hazırlayır və Ali Məclisə verir. Əsas işləri də təbii ki, büdcə layihəsini hazırlamaq, sonra o təsdiqlənmiş büdcəni icra eləmək, müxtəlif iqtisadi, sosial proqramları həyata keçirməkdir. Qərar və sərəncamlarla işləyirlər. Maraqlı bir detal da gözümə dəydi. Yerli icra hakimiyyəti başçılarının təyinatı. Mənbədə deyilir ki, onları Naxçıvan Ali Məclisi sədrinin təqdimatı ilə Azərbaycan prezidenti təyin edir. Bəli. Bax, bu da mərkəzlə Naxçıvan arasında olan o əlaqəni, o bağlılığı göstərən növbəti bir mexanizmdir. Həm muxtariyyət elementləri var, həm də mərkəzi hakimiyyətlə birbaşa əlaqə. Həqiqətən, idarəetmədə bu cür iç-içə keçmiş məqamlar çoxdur. İndi icazənizlə biraz daha yerli səviyyəyə enək. Bələdiyyələr. Konstitusiya deyir ki, yerli özünü idarəetməni bələdiyyələr həyata keçirir, seçkili orqanlardır, elə deyilmi? Tamamilə doğrudur. Bələdiyyələr birbaşa əhali tərəfindən seçilir və əsasən yerli əhəmiyyətli məsələlərin həlli ilə məşğul olurlar. Onların statusunun əsasları Konstitusiyada, seçki qaydaları isə qanunda göstərilib. İclaslar keçirirlər, komissiyalar yaradırlar. Bəs səlahiyyətləri nə qədər genişdir? Konkret olaraq nələri edə bilirlər? Konstitusiyada kifayət qədər konkret sahələr sadalanır. Baxın, yerli vergiləri və ödənişləri müəyyən etmək. Bu çox önəmlidir. Əlbəttə, maliyyə mənbəyi. Bəli. Sonra yerli büdcəni qəbul etmək və onun icrasına nəzarət etmək, bələdiyyə mülkiyyətini idarə etmək, yerli sosial proqramlar, iqtisadi, ekoloji proqramlar, bunları qəbul edib həyata keçirirlər. Yəni, gündəlik həyata toxulan bir çox məsələ. Elədir. Maraqlı bir məqam da var. Qanunvericilik və icra hakimiyyəti orqanları onlara əlavə səlahiyyətlər də verə bilər.
Amma yəqin bir şərtlə Əlbəttə, şərt odur ki, əgər əlavə səlahiyyət verilirsə, onun icrası üçün mütləq maliyyə vəsaiti də ayrılmalıdır. Boş səlahiyyət olmur və bu əlavə səlahiyyətlərin icrasına dövlət nəzarət edir. Yəni, məsuliyyət və resurs məsələsi bağlıdır. anladım. Bəs bələdiyyələrin müstəqilliyi necə təmin olunur? Eyni zamanda məsuliyyətləri nədir? Konstitusiya bu barədə nə deyir? Konstitusiya onların öz səlahiyyətləri daxilində müstəqil olduğunu təsbit edir. Bu vacibdir. Lakin bu müstəqillik, necə deyim, sərhədsiz deyil. Dövlətin suverenliyinə xələl gətirə bilməz və ən əsası, vətəndaşlar qarşısında da məsuliyyət daşıyırlar. Yəni, müstəqillik məsuliyyəti istisna etmir? Qətiyyən. Dövlət onların fəaliyyətinə nəzarət edir. Eyni zamanda, bələdiyyələrin öz hüquqlarını məhkəmədə müdafiə etməsinə də təminat verilir. Bir də əlavə maddə var ki, bələdiyyələr və ya onların əməkdaşları qanunsuz hərəkətləri ilə vətəndaşların hüquqlarına ziyan vursalar, mülki məsuliyyət daşıyırlar. Deməli, həm müstəqillik var, həm qorunma mexanizmi var, həm də nəzarət və məsuliyyət mexanizmləri mövcuddur. Beləliklə, sizinlə baxdığımız bu konstitusiya maddələri bizə göstərir ki, Azərbaycanda idarə etmə strukturu çox qatlıdır. Bəli, Bir tərəfdən Naxçıvanın xüsusi muxtar statusu ilə regional bir idarə etmə forması var, digər tərəfdən də bütün ölkə üzrə yerli səviyyədə, vətəndaşlara ən yaxın səviyyədə bələdiyyələr fəaliyyət göstərir. həqiqətən də bu konstitusiya mətinləri əslində muxtariyyət və yerli özünü idarənin vahid bir dövlət sistemi içərisində necə bir tarazlıqda saxlanmağa çalışıldığını göstərir. Yəni, müəyyən səlahiyyətlər verilir, amma ümumi nəzarət, ölkə qanunlarının aliliyi prinsipi qorunur. Amma bilirsiniz, kağız üzərindəki model bir şeydir. Praktikada necə işləməsi başqa məsələdir. Bəli, onun praktikada necə işləməsi, bu balansın real həyatda, gündəlik idarə etmədə necə təzahür etməsi isə məncə həmişə daha dərin baxış, əlavə tədqiqat tələb edən bir mövzudur. Çox maraqlı yanaşmadır. Bu dərin təhlildə bizə qoşulduğunuz üçün sizə təşəkkür edirik. Auditoriyamıza da təşəkkürlər.